12-ci suala. 12-ci sualda yazıb ki, loqaritm, bircə dəqiqə, bunu silmələ bir dəfəlik yazaq. Loqaritm, baxın, burada 1-dir cavab. 1-dən 1-ə görə mən istəyirəm bunu bu şəkildə yazam. 1 bölünsün, onlarda x əsasdan gətirim yazım. X əsasdan 2, loqaritmi x əsasdan 3 bərabər 1-ə. Və başlayayım ortaq məxrəcə gətirməyə. Ortaq məxrəc eləyəcək loqaritm x-dan 2 vur loqaritm x-dan 3. Burada da eləyəcək loqaritm x-dan 3 üstəgəl loqaritm x-dan 2 bərabərdir 1-ə. Surətdə eləyəcək loqaritm x-dan 6 və loqaritm x-dan 2 vur loqaritm x-dan 3 bərabər 1-ə. Bunun hansını istəsək götürə bilərik. Baba, bu bizə verə bilər loqaritm 3-dən 6 və bu bərabərdir. Bunu da 1-ə vursam loqaritm x-dan 2-yə. İndi baxın, iki tərəfi də loqaritmadır. Elə bilin, belə bir misaldır. X üstü 2 bərabərdir loqaritma 3 əsasdan 6-dır. Yəni, buradan siz x-i necə tapa bilərsiniz? X-i tapmaq üçün əslində bunu tərsi də çevirə bilərik hər tərəfin. Yəni, loqaritma 2-dən x bərabərdir loqaritma 6-dan 3 yazaram. Bu mənim üçün daha sadə olar. Və bu da eləyər 2 üstü loqaritm 6-dan 3. 2 üstü loqaritm 6-dan 3 yoxdurmu? 2 üstü loqaritm 6-dan 3 var. Cavab B variantı. Sonra 13-ə baxaq. 13-cü sual kök sualıdır. Burada məlum məsələdir ki, görünür hasili 2, cəmi 3, kökdə 2 minus 1-in açılışıdır uşaqlar bu. Üstəgəl 3 minus kökdə 2. Bunu yazıram. Modulda kökdə 2 minus 1 plus 3 minus kökdə 2. Moduldan da müsbət çıxır. Bunlar gedir və cavab qalır 2 D variantı. Keçdik növbəti suala. Düzbucaqlı üç bucaqda düz bucaq təpəsindən çəkilən tənbölən, təsəvvür edin düzbucaqlı üç bucaqdır. Tənbölən hipotenuzu 6-8 olan tənbölən çəkilib, yəni 45-45-ə bölür. Tənbölən 6-8 nisbətində bölüb. Onda belə çıxır ki, uşaqlar bu 3x-dır. Tənbölən hipotenuzu 2 hissəyə bölüb, düzbucaqlının kiçik qatedini tap. Bu da 4x-dır. 4k-dır. Onda hipotenuz neçə k-dır? 5k-dır. Uşaqlar 5k-nın 14 olduğu göstərilir. Onda k bərabərdir 14 böl 5-dir. Sizdən kiçik katedi istəyir bunu. Yəni 3 vurulsun 14 böl 5. Bunu da böləndə nə qədər edir? 42 böl 5. Bu da eləyəcək 8.4. Cavab C variantı. Keçdik digər suala. AB və CD vektorlar arasında bucağın koordinatlarını tapın. Uşaqlar, birinci AB vektorunu tapaq. AB vektoru nədir? Siz B-dən A-nı çıxırsınız. B-dən A-nı çıxsam, 1 çıx 2, mənfi 1. 4 çıx 2, mənfi 2. Mənfi 4 çıx, mənfi 2. Bu da mənfi 2. İndi CD-nin koordinatlarını tapıram. CD vektoru deməkdir ki, uşaqlar, D-dən C-ni çıxacaqsınız. 0 çıx mənfi 6, 6. 6 çıx 3, 3. Və mənfi 6 çıx 0, mənfi. Arada qalan kosinus bucağını tapmaq üçün nə edirlər? Əvvəlcə skalyar asili tapırlar. Bunların bir-birinə vurması. Mənfi 6 çıx 6 və üstəgəl 12. Məlum məsələdir ki, kök altında 1, 4, 4 uzunluqlardır bunlar. Yazıram 36, 9, 36. Lakin burada bir şey fikir verin. Surət 0-dır. Düzdür, hesabladıq səhv. Bir də bunu təzədən vurum. Deməli, mənfi. Burada bəs 0 olsa əgər surətimiz ümumiyyətlə 0-a bərabər olacaq. Yəni, başdan baxaq görək, bəlkə AB vektorunu səhv hesabladıq. 1 çıx 2, mənfi 1. 4 çıx 2. Burada müsbət 2-dir, bağışlayın. Onda olacaq bu müsbət 6. Bunlar gedəcək. Onda hesablamalıyıq uşaqlar. 12. Hesablamalıyıq. Bu eləyəcək 8, 8, 9. Bu eləyəcək 72 üstə 9, 81. Kök çıxır. Bundan 3, bundan 9, bundan da 12. 12 ilə 3 gedir 4. 9-da 4 eləyəcək Y variantı. 15 belə. Keçdik 16-cı suala. Deyiləninci hədd üstünlüğünü tapın. Uşaqlar, görürsünüz bir dəfə müsbətdir, bir dəfə mənfi. Yenə müsbət, yenə mənfi. Deməli, bu təhcüd məsələsi var. Amma gəlin görək, hardadır təhcüddüyü? N-in bir qiymətində müsbət olub. Deməli, bu N-in bir qiymətini tək dərəcə olduğu üçün onu bir vahid artırıb tapmalıdır. Həqiqətən də baxın, əgər 3 vurulsun mənfi 1 üstə n plus 1 olsa, A1-i hesablasaz 3 vurulsun mənfi 1 üstə 2 olar və bu müsbətə çevrilir. Amma A2-ni hesaplasan 3 vurulsun mənfi 1-in kubu bu mənfi 3-ə çevrilir və beləcə də davam edir. Ona görə düstur Y variantında var. 17-də i-lərin qüvvətidir, i xəyalidir, vahiddir, mənfi 2. Baxın, i üstü 1, i üstü 2, i üstü 3
və i üstü 4. Əvvəl bu 4 dənədən yoxlamadan nəyi keçirək? Görəcəksiniz ki, 4 dənəni hesablayanda, bu 4 dənənin hesabatına baxın. Bu 1-dir. Bu mənfi 1-dir. Bu mənfi i-dir. Bu i-dir. Hamısı gedəndə 4 cəmi 0 eləyir. İndi 1-dən başlayıb bu 97-yə qədər. Neçə qruppa var 4 dənəlik? 97-dən 4-ə bölürsən, deməli 24 düşür 96, bir də qalır. 24 dənə var, i üstü 5, i üstü 6, i üstü 7, i üstü 8. Bunu da cəmi 0 verəcək. 24 dənə qrup var, hamısı 0 verəcək. Sonda bir dənə i üstü 97 qalacaq. Bir də qabaqda bir mənfi 2 var. İndi i üstü 97-ni 97-dən 4-ə böləndə 24 qaldı, 1 i eləyir. Mənfi 2 üstə gəl i deyə bir cavab çıxmalıdır. O da B variantında var. Keçdik 18-ci suala. Deyir, tənliklər sisteminin A parametrin hansı natural qiymətində? Tənliklər sistemində həlli üçün x, y tam ədədsə x plus y cəmini tapın. Baxın, deyir A parametrinin hansı natural qiyməti var? Həmin natural qiymətdə tənliklər sisteminin x, y həlli üçün x plus y cəmini tapın. Bax, burada mən necə eləyə bilərəm? Tənliyin həlli olmasını istəyir. Yeganə həllinin olması üçün də bəllidir ki, 2 böl a-nın fərqli olmalıdır 1 böl mənfi 1-dən. Buradan a fərqlidir neçədən? Bir dəqiqə, burada uşaqlar yeganə həll soruşmur. Mən yeganə həll burada deyir. Sistemin həlli olması üçün, biz oxumamışam. Sistemin həlli olması üçün adi qayda ilə onda həll eləyək də sistemi. 2x plus y bərabər 6, ax minus y bərabər 7. Sistemi adi qayda ilə həll eləsəm, 2 vurulsun. Daha doğrusu 2a plus ax ilə bir başa yazmayaq. 2x plus ax bərabər 13. Buradan x-i çıxartdım, kökünü tapsam. İndi baxın, sistemin A parametrinin natural qiyməti olmalıdır. Plus sistemin kökləri tam ədəddir. Yəni onda bu 13 2 plus a-ya tam bölünməlidir. Üstəcə natural ədəd olmalıdır. 13-ün tam bölənləri ya 1-dir, ya 13-dür. 1 olmayacağına görə 1 olsa natural ədəd olmaz. Deməli bu 13-dür. 13-dürsə a-nın 11 qiymətidir. 11 qiymətidirsə aparaq a-nın yerinə 11 yazaq. 2x plus y bərabər 6. 11x minus y bərabər 7. Sistemi həll eləsəm 13x bərabər 13, x 1. X 1-dirsə, y-də 2 plus y 6-dır, y-də 4-dür. 6, y-də 4. y4, x 1. Düzdür? Cəmin istəyir 1 plus 4, cəmimiz 5. Sonra davam edək növbəti. Bərabərsizliyin ən böyük tam həllini tapın. Gəlin görək bu bərabərsizlik nədən ibarətdir? Buradan x üstü 5-i çıxardım. Qalsın x minus 15. Digər tərəfdən də x üstü 3-ü çıxardım. Qalsın x minus 15. Kiçikdir 0-dan. X minus 15-i çıxardıq. Bu ikisindənsə uşaqlar x kubunu çıxarıram. Qalır x kvadratı üstə gəl 1. Məlum məsələdir, x kvadratı üstə gəl 1 hər zaman müsbətdir. Deməli biz sadəcə digər ikisinin sıfırlarını tapmalıyıq. 0 və 15-i. 15-dən sağda nə yerləşdirsək bura müsbət eləyəcək. 0 ilə 15 arasında məsələn 13 götürün. Müsbət mənfi. Burada isə müsbət. Səndən kiçik 0 arasını istəyir. 0 15-i alırmı? Xeyr. Onda belə çıxır ki, ən böyük tam həlli 14-dür. Ən kiçik 4 rəqəmli ədəd, natural ədədlə ən kiçik 2 rəqəmli natural ədədin fərqi. Baxın, ən kiçik 4 rəqəmli natural ədəd neçədir? 4 rəqəmli natural ədəd bu oldu 1000. Ən kiçik 2 rəqəmli natural ədəd hansıdır? 10. Natural ədədinin fərqi 990. Ən kiçik sadə ədəddən neçə dəfə? Yəni 990 2-dən neçə dəfə böyükdür? 2-yə böləcəksiniz. Bu da 495, 450, o da 45, 495 eləyir. O da C variantı. Bu onların içərisində çox sadə, bəsit bir sualdır. Yəni buna baxaq görək. Burada nə deyir? Bu kəsirdimi? Yəni buna diqqətli baxaq. Bu başa düşdüyüm qədərinə mümkün modul tənidi. Yəqin ki, bunların arasında kəsir xəttidir. Böyük ehtimal. Elə başa düşürəm. Bir dənə bunu dəqiqləşdirək, elə həll eləyək. Kəsir xəttidir. Deməli, uşaqlar, birinci nədir? Deyir ki, həllinin varlığı üçün, həllinin varlığı o deməkdir, sənin bu ifadən heç vaxt mənfi ola bilməz. Mənfi olarsa, o tənliyin kökü olmaz. Mənfi a kvadratı plus 13a plus minus 36 kiçik, böyük bərabər 0 olmalıdır. A kvadratı minus 13a plus 36 kiçik bərabər 0. Amma içəridə də kəsir var. İndi ona da biraz diqqət edək. A minus 9, A minus 4, kiçik bərabər 0.
içəridəkinin A parametrinin deyir ala biləcək qiymətləri A-nın 4 və 9 qiymətlərində alacaq. İndi təsəvvür edin 4 ilə 9 qiyməti. Məsələn 4 qiymətin yerinə yazsaq bu eləyəcək 0. 0 eləsəm, baxın 3x kvadratı üstə gəl 2 bölünsün x plus 2 4 qiymətin yerinə yazanda 0 eləyir. Uşaqlar bunun 0 alacağı yer yoxdur. Tənliyin həllini var edə bilmərəm. Və yaxud 9 yazanda bu yazı yenə 0 olacaq. 3x kvadratı plus 2 bölü x plus 2 o yenə 0 olacaq. A-ya 4 də yazanda olur 9-da. Belə olan halda bu tənliyin kökü yoxdur x ödəyəcək. Yəni bunu 0-a çevirəcək kökü yoxdur. Onda 4 ilə 9-un özünü saymayacaqsınız. 5, 13, 13. Bu da edəcək 26. Cavab C variantı. Keçək növbəti suala. Bu sual tanış sualdır. Bundan işləmişik və OTK-nın əvvəlki sınaqlarında düşən sual tipidir. Deyir ki, ardıcılıqla həndəsi silsilə təşkil edir. Həndəsi silsilənin həndəsi orta xassəsi var uşaqlar. Ortada duran həddin kvadratı digər ikisinin hasilidir. 3 qosinus x. Beləliklə 2 sinus kvadratı x minus 3 qosinus x bərabər 0-a. Uşaqlar, sinus kvadratı x-in yerinə 1 minus kosinus kvadratı x yaza bilərəm. Minus 3 kosinus x bərabər 0. Sadələşdirsəm, mənfi 2 kosinus kvadratı x minus 3 kosinus x plus 2 bərabər 0-a. Hər tərəfi mənfiyə vursam, minus 2 bərabər 0 və vuruqlara ayırmağı prob eləyək. Vuruqları və yaxud diskriminant da tapa bilərsiniz. 9 üstə gəl, 2, 2-nin 4, o da 4, 16, 25. Kökünün 1 eləyəcək mənfi 3 plus minus 5 bölünsün 4. Deməli, bir kök eləyəcək, mənfi 8 bölü 4, mənfi 2. Digər kök eləyəcək uşaqlar, 2-də 1. Təbii ki, kosinus heç vaxt mənfi 2 ola bilməyəcəyinə görə, kosinus mənfi 2 tənliyi boş çoxluq. Kosinus x bərabər 2-də 1 tənliyini həll eləsəm, x bərabər plus minus pi bölü 3 plus 2 pk. Harada var bu cavab? Baxaq görək, A variantında var. Keçirik növbəti suala. Deyir ki, ifadəsi çoxhədli olar. Uşaqlar, bunun çoxhədli olması o deməkdir ki, x kvadratı bax plus mx minus 7 bölünsün x minus 1-ə. Bunun çoxhədli olmağı, bunun buna tam bölünməyi deməkdir. Tam bölünməlidir ki, çoxhədli ola bilsin. Deməli, bunun içərisində bir vuruğu var. Baxın, o deməkdir. Burada da bir x minus 1 vuruğu var. Onda mən onu necə edirəm? Məxrəcin sıfırı nədir? 1. Aparıram 1-i surətdə yerinə yazıram. Bunun cavabı 0 eləməlidir. Əgər bir vuruğu varsa onun içərisində 1-i x-ların yerinə yazanda 0 eləməlidir. M də bərabər 6 qiymətində mümkün olar. Gəldik belə bir məsələyə. Deyir MBM bucağı 40 dərəcə olarsa, AVSH bucağının AF və SY tənbölənləri bir nöqtədə kəsişir. Baxın, bura 40-dır. Burada tənbölənlərin kesişmə nöqtəsidir. Tənbölənlər arasında kiçik bucağı böyük bunu soruşur bizdən. İndi burada bir şeyə diqqət etmək lazımdır. Bax, bu ümumiyyətlə məlum məsələdir. Tənbölənlərin kəsişmə nöqtəsi bir yerə düşür. Və üçbucağın daxili bucaq tənbölənləri üçün belə bir qaydamız var. Üçbucağın bu bucaq fidir, bu bucaq da alfa olsun. Alfa bərabərdir 90 dərəcə üstə gəlinsin fi bölü 2. Yəni bu bucaq AOC bucağı bərabərdir 90 dərəcə üstə gəlinsin 40 bölü 2. 40-ı 2-yə böləndə 20, 110. 110 dərəcəli bucaq buradırsa, onun yanındakı bucaqda alfa 70 dərəcə olacaq. 25-ci sual. Sinifdə 40 şagirddən 19-u velosipedi. Sinifdə 40 dənə şagird var. Deməli, 3 dənəli bir çoxluq quracam. 40 dənə şagirddən velosipedi olanlar var, kompüteri olanlar var və telefonu olanlar var. 19 dənəsinin velosipedi var, 21 dənəsinin telefonu var və 21 dənəsinin 16-sının isə kompüteri var. Onlardan 11-inin həm velosipedi, həm də telefonu var. 11 nəfər bura aiddir. Daha doğrusu belə yazaq, velosiped, telefon. 12 nəfərinin həm telefonu, həm kompüteri var. 12 nəfərinin həm telefonu, həm kompüteri var. Sonra həm kompüteri var. 6 nəfərinin həm velosipedi, həm də kompüteri var. 6 nəfər də belə getdi. İndi bizdən deyir ki, 3 şagirdin həm velosipedi, həm də telefonu, həm kompüteri varsa, 3 şagirdin də hər ikisi var. Burada neçə şagird elədi? İndi bir dəqiqə, burada biz səhv qeyd elədik.
Bax, birinci 3 şagirdi qeyd eləyək. Bura 11 yazmışdıq da, 11 nəfər. Onda bura 8-dir. Deməli, 12-dən həm kompüteri, həm telefonu, həm də kompüteri olan, həm telefonu, bircə dəqiqə, bunu qoy düz oxuyum. Həm telefonu 12 nəfərin, həm telefonu, həm kompüteri var. Telefonla kompüter 12 nəfərdə, deməli bura 9-dur. 6 nəfər də buradadır, 3 də buradadır. İndi burada 19-dur. 8, bu da 6, 14, bura 5 düşür. 9, 11, bu da 9, 20, bura 1 düşür. 6, bu da 9, 15, bura 1 düşür. Deyir ki, sinifdən təsadüfən seçilmiş bir şagirddə velosiped, telefon, kompüterin heç birinin olmaması. Sinifdə 40 şagird var. Ümumilikdə burada cəmi neçə ədəd var? Deməli, burada 19, bu da 10, 29, 30. 30 nəfərdə var. 40-dan da 30 çıxanda 10 nəfər qalır. Deməli, 40-da 10, 4də 1 hissəsində heç nə yoxdur. Artıq nə kompüter, nə telefon var bu şəkildə. Baxaq davamına. Gələk bu məsələyə baxaq. Deməli, bu məsələdə isə deyir ki, DABC üçbucaqlı piramidasının CD tili üzərində deməli, üçbucaqlı piramida götürüb CD yan tili üzərində Y nöqtəsi götürülmüşdür. DO və YM parçaları uyğun olaraq piramidaların hündürlükləridir. Baxın, aşağıda da bir piramida var. Onun hündürlüyü DYM-dir. Bu isə DO hündürlükdür. Əslində belə çıxır ki, bu fikir versək, piramidanın həcmləri nisbəti, yəni böyük piramidanın kiçik piramidaya həcminə nisbəti 1,2-dir. Sizdən soruşur haranı bircə dəqiqə? YS-nin DY-yə olan nisbətin. Birinci bunu bilməliyik ki, bax bu kiçik piramidanın tilidir uşaqlar. Bu böyük piramidanın da tili DS-dir. Bizdən də soruşur YS-nin ümumi DY-yə olan nisbətin. Əgər indi bu 1,2-dirsə, həcmlərin nisbəti, bu 10-da 12-dir. Bunda 2 ixtisar aparsaq, 5-də 6. Deməli, bunların həcmləri nisbəti 5-də 6-dır. Və indi diqqət eləsəz, bu necə çəkilib? Bu həcmlərin nisbəti, baba, bu. Uşaqlar, əslində bu məsələ tam da oxşarlıq məsələsidir. Niyə bilirsiniz? Siz piramidanın həcm düsturunu bilirsiniz. 3də 1, S oturacaq vur. Bunun hündürlüyü nədir? Böyüyün hündürlüyü DO. Balacanın hündürlüyü də, yenə S oturacaq yerləri eynidir. Bu piramidalar ikisi də, baxın, oturacağı aşağıdır. İkisi də burada. Oxşarlıq əmələ gələcək burada sonradan, amma üçbucaq oxşarlığı. Deməli, buranın da hündürlüyü YM yazıram və bu bərabərdir 5-də 6-ya uşaqlar. Bunlar getdi, qaldı DO-nun YM-ə nisbəti 5-də 6. Yəni, belə deyək də, bu piramidaların hündürlüklərin nisbəti 5-də 6-dır. İndi oradakı üçbucağı mən bura çəkməyə çalışacağım sizin üçün. Baxın, belə bir şəkildir. Haradasa üçbucağı görməyə çalışın. Baba, buradır. Bura H1 yazaq, bura H2. İndi baxın, sizdən bunun buna nisbətini soruşur. Biz tapdıq ki, o H2-nin H1-ə nisbəti 6-nın 5-ə nisbətidir. Onda belə çıxır ki, uşaqlar, bu üçbucaqlar oxşardır bir-birinə. Onda belə çıxır, tərəflərin də nisbəti 5-6-dır. Yəni, bura 5x olanda bütün 6x-dır. Onda belə çıxır, burada x-dır. Bu da DY-nin YS-yə nisbətini istəyirdi. YS-nin DY-yə nisbətini istəyirdi. Yəni, 5x-ın 1x-a nisbətini istəyirdi. Bu da eləyəcək 5. Bugün sizlərlə DİM-in 10 mayda keçirilən sınaq imtahanının suallarını paylaşmaq istəyirəm. Deməli, birinci sualda deyir ki, anlayım sayfa 2/6-2-dirsə, kosinus alfanı tap. Uşaqlar, bu izah necə olmalıdır burada? 1 plus tangensin kvadratı alfa bərabərdir 1 bölünsün kosinusun kvadratı alfaya. Rübə baxılacaq. Rüb pi ilə 3 pi bölü 2 arasındadır uşaqlar. Rüb düşür 3-cü rübə. Yəni sən işarəni 3-cü rübdə təyin edəcəksən. Tangensin yerinə 2/2 yazsaq, eləyəcək 8 1 bölünsün kosinus kvadratı alfa. Kosinus kvadratı alfa bərabərdir 9-da 1. Yəni kosinus alfa bərabərdir plus minus 3-də 1. Plus minus 3-də 1-dir və 3-cü rübdür. 3-cü rübdə 3-cü rüb üçün kosinusun işarəsi
mənfi olduğu üçün deməli 3-cü rübdə həm sinus həm kosinus mənfi olduğu üçün cavabımız -3/1, yəni B variantı olacaq. Bu arada PDF üçün təşəkkürlər əvvəlcədən. Keçək ikinci suala. İkinci sualda deyir, çevrənin mərkəzidir uşaqlar. Xaribi AC bucağını verib 45 dərəcə. İndi sizdən CB-ni də verib 8 kök altında 2 və çevrənin erlərini soruşur bizdən. Baxın, bu bucaqda neçə dərəcədir? BAC bucağı 45 dərəcədir. BAC bucağı 45 dərəcə görürsənsə, daxilə çəkilmiş bucaq olduğu üçün mərkəzi bucaq 90 dərəcədir. Sanki uşaqlar sizə belə bir şəkil verilib. İndi onun böyüdülmüş versiyasını bura çəkək. R 8 kök altında 2. Uşaqlar, R kök altında 2 bərabər 8 kök altında 2-yə, R bərabərdir 8-ə. Çevrənin radiusunu istəyir. Radius 8 sm olacaq. Keçirik belə bir suala. Əslində bu sual əvvəlki illərdə istifadə olunmuş sual tipidir. OTK-nın köhnə sınaqlarında var. İşləyənlər sınaqları bilir. Yəqin ki, artıq imtahana sayılı bir vaxt qalmış. Yəqin ki, bütün DİM-in, OTK-nın sınaqlarını işləmişsiniz. Baxın, burada qruplaşdırma üsulu ilə eləsəz çox rahat olar uşaqlar. Deməli, necə? A kubu bölünsün A plus 1 ilə 1 bölünsün A plus 1-i bir qruplaşdırın. Və uşaqlar, mənfi A kubu bölünsün A minus 1 ilə müsbət 1 bölünsün A minus 1-i bir qruplaşdırın. Bax, bunu qruplaşdırsanız ortaq məxrəc A plus 1. Olacaq A kubu plus 1 minus, bunu da möhtərəziyə alıram uşaqlar. Ortaq məxrəc A minus 1, A kubu çıx 1. Hamıya məlum məsələdir kub düsturunun açılışı necədir? Kub düsturu A üstə gəl 1, A-nın kvadratı plus A plus 1, məxrəcdə A plus 1 olur, minus A-nın minus 1, A-nın kvadratı plus A plus 1 olacaq və məxrəcdə A minus 1. A minus 1-lər getdi, A plus 1-lər getdi, qaldı A kvadratı plus A plus 1 minus A kvadratı minus A minus 1. Mənfiyə görə dəyişdik. Mənfi A kvadratları getdi, A-lar getdi. Sualın cavabı qaldı deməli neçə? Bircə dəqiqə. Səhv elədik nə isə. A kvadratı, hə, uşaqlar üzrlü sayın. Burada bir dənə işarə səhv eləmişəm. Bircə dəqiqə. Onu düzəldək. Hə, A plus 1. Burada bax, bir dənə bunu yazmamağımız A kvadratı minus A plus 1. Həmçinin burada da A plus 1 minus A kubu çıx 1. Biraz tez yazdıq, sürətli. A kvadratı plus A plus 1. Heç bir şey. Burada da A minus 1. İndi uşaqlar, bu pluslar getdi. A minus 1-lər getdi. A kvadratı minus A plus 1 minus A kvadratı çıx A. Bu da eləyir çıx 1. A kvadratları islah. Qaldı mənfi 2A. Birlər də islah gedir. Mənfi 2A. A da 0,75-dir. Yəni 4/3-dür. Mənfi 4/3. Vuranda da eləyəcək 1,5. Hansı variantda var? Y variantında var. Keçirik növbəti suala. Deyir, düzbucaqlısıdır. ABCD düzbucaqlısıdır. Gəlin bir dənə ABCD düzbucaqlısını təsvir edək. Deməli, ABCD düzbucaqlısında nə verib bizə? A, B, C, D. BC 2 dənə, 3 dənə AB-dir. Yəni, uşaqlar, bura A-dırsa, bura 3A-dır. BD-nin ölçüsü isə, baxın, bu BD isə 20-dir. Verir bizə A təpəsindən BD diaqonalına qədər məsafə. Uşaqlar, bunu necə hesablaya bilərsiniz? Bax, bura 3A-dır, burada A-dır. Yazarsınız A kvadratı, üstə gəlinsin, 9A kvadratı bərabərdir. Pifaqor teoremi 400. 10A kvadratı 400-dürsə, 400 ona böləndə A kvadrat eləyəcək 40. A kvadratı 40-dırsa, onda A bərabərdir 4 vurun 2 kökdür ona. İndi siz burada nə axtarırsınız? Düzbucaq təpəsindən çəkilən hündürlük. Əslində siz bu düzbucaqlı sahəsini tapsaz, 2 yolla həll eləmək olar. Düzbucaqlı üçbucağın sahəsində tapa bilərsiniz. Mən A-nın yerinə 2 kökdür 10 yazıram. Bu da eləyəcək 6 kökdür 10. Vururam, 12 vuran 120. Bunun sayəsi 120-dir. Yarıya bölürəm 60. Deməli, bu üçbucağın sayəsi 60-dır. Bu da H-dır. H vurulsun 20 böl 2. Üçbucağın sahə düsturu bərabərdir 60-a. Yəni, buradan da çıxartmaq olar. 60 ilə 20 getdi 3. Burada 1. H da bərabər 6 eləyər. Doğru cavab A variantı. Keçək növbəti suala. Belə bir limit sualı. Bu tipli limit sualı da test toplusunda var. Limit n yaxınlaşdıqca sonsuzluğa
Deməli uşaqlar, bunun hər tərəfini elə bilin n kvadratına böləcəm. Kökün altında olacaq. Nə? 1 böl, yəni n-ə bölürəm da hər tərəfin. N kvadratı plus 9 plus kökün altında. Deməli 1 minus 1 bölü n kvadratı. Sonra bölünsün kökün altında. Deməli 1 bölü n kvadratı plus 9 və minus kökün altında 1 minus 1 bölü n kvadratı. Məlum məsələdir ki, sonsuz kiçilənlərdə sıfıra bərabər olduğu üçün qiymət. O zaman sonsuz kiçilənlərin yerinə 0 yazsaq, elə bir başı hesablayaq. 0 yazsaq nə olacaq? Deməli 0 üstə gəl 9 plus 1 çıx 0 bölünsün 0 üstə gəl 9 və üst çıxılsın 1 çıx 0. O da eləyəcək yuxarıda 3 plus 1, aşağıda 3 minus 1. 4 bölü 2, sualın cavabı 2, B variantı olacaq doğru cavab. Keçdik 6-cı suala. 6-cı sualda 2 dənə funksiya verib. Biri modul funksiyasının üzü aşağı yönələn qrafiki, biri üzü aşağı nə soruşur? MNKP-ni tapın verilənlərə əsasən. Deməli, uşaqlar, üzü aşağı yönələn qrafik, bax bu qrafik məlum məsələdir ki, bunun qrafikidir. Bu, biraz qarışıq sual kimi görünə bilər sizə. İkincisi də 4-dən, bax bu da birincinin qrafikidir, yadda saxlayın. Əgər absis oxun 4-də kəsibsə, deməli fx funksiyası x minus 4 formasındadır ki, 4 vahid sağa sürüşüb bu funksiya. Bunu tapdınız. Yəni, m-imiz 4 da, mənfi 4 deyil, çünki o minus onsuz da funksiyada var. İndi gəlin jx-in köklərini tapa bilək. Deməli, jx-in təpə nöqtəsi 6-dır. Təpə nöqtəsi 6-dır. İndi bunun təpə nöqtəsi də hər neçəsə bir ədəddir. Təbii ki, bu sağdan soldan eyni qədər ədəd ayırmalıdır. Bunun bir kökü 4-dür. Bir kökünün 4 olmaq o deməkdir. X-a 4 verəndə y-də 0 alacaq. Yəni 4 minus k üstə gəl n cavabı 0-dır. Sonra bir də 6 nöqtəsində bu, belə deyək, orta qiymətin alır. Bir şeyə fikir versəz ki, bu 6 qiyməti həmçinin birinci funksiyaya da aiddir. İndi birinci funksiyada y-a 6 versəniz, x minus 4 bərabər 6 neçə kökü çıxacaq? X-in bir kökü 10 çıxacaq, bir kökü də mənfi 2. Mənfi 2 ilə 10 nöqtəsindən keçir 6 verəndə, amma bizə müsbət tərəfi lazımdır. Deməli, bura 10-dur. O zaman 10-dursa, bu deməkdir 4-dən 16 vahiddirsə, ondan P-yə də 6 vahid olacaq. Burada 16 eləyəcək. Yəni P nöqtəsində tapdınız, elədi 16. Burada nə qaldı bir dənə? K qaldı. K hardadır bir dənə baxaq. K funksiyanın bu hissəsindədir. N-i biz tapa bilmişikmi? Yox. İndi bir şey var da, bu təpə nöqtəsi 10-dan 6-dırsa, artıq siz heç buna ehtiyac duymayacaqsınız. Niyə? Təpə nöqtəsinin koordinatı 16 olmaq o deməkdir ki, jx funksiyası bərabərdir, mənfi. Onda belə çıxır, x oxunda 10 vahid sürüşüb, x minus 10. Y oxunda 6 vahid yuxarı çıxır. Bax, bu funksiyalarda k 10-dur, n də 6-dır. İndi hesablayaq hamısını. M plus n plus p plus k bərabərdir 16 üstə gəl 4, üstə gəl 10, üstə gəl 6. 10, 10, 20, 20 o da 10, 36 eləyəcək. Doğru cavab A variantı olacaq. Növbəti suala baxaq. Çoxluq sualıdır. Deyir ki, A ilə B-nin kəsişməsi. Amma deyim ki, uşaqlar, bu sual yeni tip sualdır. Biz funksiyalarla dim test toplusunda o qədər də belə geniş tipli suallar yoxdur. Bir iki dənə atılıb buna bənzər deyim. Tam bu model olmasa da buna bənzər suallar. İndi baxırıq çoxluqda nə deyir? Deyir A ilə B-nin kəsişməsi n-a çıx 4, n-b çıx 3-ə bərabərdir. A ilə B-nin kəsişməsi ilə birləşməsinin fərqini tapın. Gəlin görək bu nə demək istəyir? Baxın, məlum məsələdir ki, n A ilə B-nin birləşməsi bərabərdir. n-a üstə gəl n-b çıx n-a ilə B-nin fərqi. İndi mən düşünürəm ki, bu n-a ilə B-nin birləşməsinin yerinə mən bir-bir bu qiymətləri yazsam və yaxud ki, belə edək, n-a ilə B-nin birləşməsinə, bax, n-a-nı buradan tapsam, n-a ilə B-nin birləşməsi üstə gəl 4 olur. n-b-ni buradan tapsam, n-a ilə B-nin birləşməsi üstə gəl 3 olur.
minus n-a ilə b-nin kəsişməsi. İndi fikir verək, bunların biri getdi. Bu da olacaq nə? N-a ilə b-ni bu tərəfə atıram. Deməli, bircə dəqiqə birləşmə idi bizim yazdığımız. Burada başlanğıcın səhv yazmışıq. Burada. N-a ilə b-nin birləşməsidir bu. Bu kəsişmədir. Bunlar kəsişmədir. Bunun biri gedəcək. Qalacaq n-a ilə b-nin birləşməsi, çıx n-a ilə b-nin kəsişməsi. Birbaşa bunu verir bizə. Kəsişməsi bərabərdir 7. Onda sualımızın da cavabı D variantı olacaq. Növbəti binomdur. Binomial əmsal uşaqlar. Binomu da əgər təkrarlamamışıqsa, binom dərsində təkrarlayaq. Ən böyük binomial əmsalı deyir. Tapın, yadda saxlayın. Bu, orta həddin binomial əmsalı olur. Kombinizon 8-dən 0-dan başlayır. 8-1, 8-2, 8-3, 8-4. Baxın, binomial əmsallar belə gedir. 8-5, 8-6, 8-7, 8-8. Orta hədd burada nə sayılır? 8-4 və bu böyüyərək gedir. Ən pik həddi bunu alır. Sonra başlayır kiçilə getməyə. Eyni qiymətləri alırlar da. Yəni, ən maksimal hədd 8-dən 4-dür. Bu deyilir 8 faktorial bölünsün 4 faktorial, 4 faktorial, 5, 6, 7, 8 və aşağıda da 1, 2, 3, 4 olduğuna görə nə olacaq? 2, 4, 8, 6, 3, 2, 70 eləyəcək bunun ən çox olan binomial əmsalı. Mərkəzləri bir düz xətt üzərində olan 6 konqruent kürə bir-birinə xaricdən toxunmaqla ardıcıl düzülmüşdür. Təsəvvür edin, mərkəzləri bir düz xətt üzərində olan 6 dənə konqruent kürə var hardasa. Xaricdən toxunmaqla, baxın, belə bir şəkil 3, 4, 5 və 6. Bir xətt üzrə düzülmüşdür. Toxunmaqla düzülmüşdür. Birinci və sonuncu kürələrin mərkəzləri arasındakı məsafə 30 olarsa, 30 sm, bir kürənin həcmini tapın. Uşaqlar, burada neçə dənə R olduğuna bir diqqət. R-lərə fikir verin. Neçə R-in olduğunu hesablayaq və onu 30-a bərabərləşdirək. R-in birini tapaq. Deməli, neçə R var? 2, 4, 6, 8, 9, 10 dənə R. 10 dənə R, ikisi yoxdur da, bərabər 30. R-in biri 3-dür. Kürənin həcmi nədir bəs uşaqlar? Kürənin həcmi V bərabər 3-4 pi R kubudur. 3-4 pi R kubu 3-4 vurulsun, pi vurulsun, R-in yerinə 27. 9, bu da eləyəcək nə qədər? 36 pi. 36 pi də harada var? A variantında 9-da doğru cavab var. Keçirik növbəti trigonometriya sualına. Trigonometriya sualında həm loqaritma, həm trigonometriya var əslində. İki əsasdan. Uşaqlar, bu 160 dərəcəni sinus 160-ın yerinə yaza bilərsiniz. Sinus 180 çıxılsın 20. Ad dəyişməyəcək, işarə də dəyişməyəcək, sinus 20-dir. Bunu belə qəbul edək. Kosinus 200 isə yaza bilərsiniz. 180 üstə gəlir 20. 180 üstə gəlir 23-cü rübə düşür deyə ortada artıq mənfi yaranacaq. Mənfi kosinus 20 olacaq. Onda bunu belə sadələşdirək. Kök altda 3 bölünsün sinus 20 minus 1 bölünsün kosinus 20. Deməli, uşaqlar, bunu əslində köməkçi bucaq daxil etməklə də yazanlar var. Amma mən istəmirəm o yolla yazam. Loqaritma 2 əsasdan buna ortaq məxrəc bir dəfəlik gətirirəm. Sinus 20, kosinus 20 deyə. İndi ola bilər kimsə köməkçi bucaq daxil etməklə yazsın. Kökdə 3 kosinus 20 minus sinus 20 kimi yazdım. Və indi nə etmək istəyirəm? Surətdə kök altında 3-ün yerinə əslində eyni yerə gəlir, çıxır. İndi bu köməkçi bucaq daxil etməni bilən uşaqlar biləcək artıq. Baxın uşaqlar, bu tangens 60 kimi yazıla bilərmi? Yəni surətdə yazım mən belə. Sinus 60 böl kosinus 60. Yaza bilərəm bunu. Vur kosinus 20 minus sinus 20. Uşaqlar, surəti ortaq məxrəcə gətiririk. Məxrəc isə 2 qat arqumentdir. 2-də 1 sinus 40-ın açılışıdır. Surəti bir diqqətlə baxıb ortaq məxrəcə gətirsəniz nə alınır? Surətdə baxın 2-də 1 sinus 40-ı saxladım. Surətdə uşaqlar alınacaq. Kosinus 60 ortaq məxrəcdir. Kosinus 60 ortaq məxrəc.
Və surətdə alınacaq sinus 60 kosinus 20, kosinus 60 sinus 20, yəni sinus 40. İndi təsəvvür edin, bunları bir-birinə bölürəm. Hətta burada da 2 var. 2 loqaritm 2 əsasdan. Məxrəcdə deməli olacaq nə? Surətə 2 çıxacaq. Məxrəcdə kosinus 60 sinus 40. Surətdə də sinus 40. Deməli, sinus 40'lar getdi. Kosinus 60 da 2'də 1 alınır. 2'də 1'i 2'də 1'ə böləndə 4 eləyir. Loqaritma 2 əsasdan 4. O da 2 eləyəcək. 2 vur 2 də 4. Hə, bu yaxşı sualdır. Bu uzun getdi biraz. Gələk trapesiya sualına 11-ci suala. 11-ci sualda deyir ki, AC verilib ki 26. AY parçası verilib 24. Yəqin ki, siz artıq buradan x-i tapa bilərsiniz. SY parçası bərabərdir. Kökün altında 26'nın kvadratı çıx 24'ün kvadratı. Bu da eləyəcək nə qədər? 26'nın kvadratından 24'ün kvadratını çıxanda 100 eləyəcək. 100'dən də 10 çıxır. Hündürlüyü 10'dur bunun. Trapesiyanın sahəsini soruşur sizdən. Bərabər yanlı trapesiyada sahə hesablayanda çox əziyyət çəkməyinizə ehtiyac yoxdur. Sadəcə AY-ni vurursan SY-yə. AY-ni SY-yə də vuranda 24 vur 10 bərabərdir